Bu İsrail'in baş naziridir. Benjamin Netanyahu'dur. Görün nə deyir? Bizim haqqımızda indi düz deyil, yalan deyil, ürəkdən deyil. Cənubi Azərbaycana görə İrana ciddi zərbə vurmuruq. Yahudilər soyqırıma məruz qalanda bizi xilas edən Fətəli xan olub. Azərbaycanlıları qorumaq bizim borcumuzdur. Yəni bunu Netanyahu deyir, amma bir şey demiş ki, Azərbaycanlılar Türklər hələ Babəkin vaxtından 8-ci 9-cu əsrlərdə soyqırım, xristian soyqırımdan xilas ediblər. Onun imperatoru, Türk imperatorları Teymurdur, Sələhaddindir, İsmail Şahdır, Süleyman Sultandır, Nadir Şahdır. Bunlar hamısı xilas ediblər. Min illərlə Yahudilər bizlə oldular. İndi bunlar da bizlə dost olub, qardaş olubdur və kimsə Azərbaycanlılar, bu alçaqlar var, hansı ki bu satqınlar var deyil, İsrail tulaları deyil. Qardaş, Azərbaycanlı, siz Azərbaycanlı ki buna İsraillə dost deyirsə, o tula sözü nə deməkdir? Bu 1000 ildir biz onları xilas etmişik Türklər. Bunlar deyil. Baş nazir deyil. Hələ Fətəli xan nədir? 1800-cü illərin söhbətidir. Bunu Türk imperatorları xilas edib soyqırımdan. Yataq nədir? Nə bilim, tulalar nədir? İsrail tulası. Alçaqlar İsrail. Amma İsrail bugün düzdür. Onun müdafiə naziri artıq əski sözlər danışır Türkiyə qarşı. Nə bilim, Erdoğan, Türkiye'nin prezidenti kağız pələngidir. Бумажный тигр назвал. Кац, министр обороны Израиля, назвал президента Турции. Вы знаете что? Əgər bunu belə söz deyirsə, bilməm bu nə düşüncə, ağlı deyəsən çaşıbdır. Yenə deyirəm, Türklə əlləşmək olmaz. Ay kişi, hamıya, Farsa da eşitdirirəm, Amerikası da, Rusu da, Erməni də, Yunanı da, Fransuzu da, Türklə əlləşməyin, qardaş. Bir onların imperatorları, elə belə dəli, o imperatorların hamısı törəmələri buradadır. Bu bir, ikincisi sizin o raketlərə ağlınız getməsin. Farslara qoyubsunuz ki, Türkləri vursunlar, Fransuzlar. Elə bilməyin, hamı səfihdir. O raketlər Fransanın başında, Yunanistanın başında sanacaq. Gör nə deyirlər Türklərə. Deməli, bunun oğlu da, nə bilim, Kürdistan yaradır. Gah Yahudilərin hərbiçiləri deyir ki, İrandan sonra Türkiyədə hədəf. Qardaş, o İran söhbət. Bunlar həm Farslara qardaş deyir, yeri gəlsə, Erməniyə də deyir, yeri gəlsə. Bax, bunlar deyirlər. İndi bizi bilmirəm, satacaq, bilmirəm. Amma bizim deyir ki, kişi kimi deyir ki, biz İranı vurmuruq, orada Türklər var. Onun düz deyil, o Türk torpağıdır. Və Netanyahu yaxşı bilir ki, İran Türk torpağıdır, Farslar da əldə qarmadır. Sadəcə burada qısqancılıq, paxıllıq indi yaranıb da, yenə də deyirəm, yəni Müdafiə Naziri də İsrailin biraz ağlını yıxsın başına, nə danışır. Bilməm, indi düz deyir, yalan deyir, montajdır, nədir, nəysə deyil. Bu Netanyahu amma düzünü deyir ki, İranı biz vurmuruq ki, orada Türklər var. Bax bu. Düzdür, atırlar, Təbrizdə bomba düşür, ora düşür. Təbrizdə hərbi bazaları Farslar qoyublar, Fransuzlar qoyublar, ora ki, bir şey olanda Türklər ölsün. Yəni, Türk həmişə hədəfdədir. Azərbaycan, Türk hədəfdədirlər. Onu unutmayın. Yunanlar bugün görürsün nə deyirlər? Yunanlar deyir ki, Yunan o topu, keçişi o yaramazı deyir ki, Konstantinopol, Trump qaytar. Ay şu Trump şimdi qaytarsın. Ara bunlar dərs olmur Yunanlar. Ay Yunan, mən
Eşit gör Oktay deyir bunu sənə. Adicə sadə adamam. Afini itirərsən ha. 1400-cü il təkrar olmasın. Afina et. O deyir, itirməyinizin vaxtı deyəsən gəlibdir. O deyir, o ermənilər deyir, başa qılıç belə, yerma tapıma görə, verçeyqaf. Ona haylar deyir, stakan воды наполнен. Как уже переливается, конец хаим приходит. Это Ermənistan говорят. Bizim stəkanında deyir, su tökülüb aşanda bizim axırımız gəlir. Bunu İrəvanda ermənilər deyirlər. O ermənilər var idi, gəlirdilər, deyirlər ki, Nərnən boyut Hayastan. Sonra durub görür ki, heç nə yoxdur, öpür də elə. Nərnən boyut Hayastan durub. Görür qırada heç nədir. Hələ hoğem qılxit Hayastan. Hoğem qılxit Hayastan bizi nə boyu yerə soxma Ermənistan. Yəni qurban olum sənə. Nərnən boyut Hayastan, yəni qurban olum sənə Ermənistan. Başımız batsın. Nə Ermənistan sağlırsan. Erməni, Ərsək, bunlar Türklərdirlər. Ay səfih haylar. Haçan ağlasasın. Bax ona görə İsraildə hamısı bu ağlarınızı yığın başınıza. Düzdür. Bizlensiniz, nəyə görə biz deyirsən ki, Türklər xilas edib 1000 ildir. Ona görə o qıraqdakı o törəmələr var, töküntülər, bunlar deyirlər ha. Bu səfihlər deyirlər ki, deməli İsrail töküntüləri, İsrail törəmələri, alçaqlar. İsrail deyir ki, siz Türklər bizi xilas etmişik. Ona görə bizlendilər. Ay səfihlər, ay düşüklər. Görürsünüz nədir? Deyir, Türklər bizi xilas edibdir. Ona görə Yunanlara hamıya deyirəm, ağlınızı yığın başınıza. Amerikası da, Rusiyası da, baxın, itirərsiniz torpaqlarınızı. İtirərsiniz. Nə var Türk torpağında? Fars Türk torpağındadır, Erməni Türk torpağındadır, Rus Türk torpağındadır. Görürsünüz, hamısı Türk torpağında yaşayır da. Ama yaşamaq istəmirlər. Qubada düzdür, Qubada da bizim Yahudilər yaşayırlar. Görün, bir dənə artıq əski hərəkət olub, yox. Ona görə Afin də, deyirəm, Afin də elə bilir ki, qədim Türk xalqı oranın yəsi olubdur, xəbəriniz yoxdur. 700 min il tarixi var, onu mən demirəm. İndi durublar Yunanlar Türkiyədə. 4 milyon, nə bilim, Yunan var. 20 milyon Gürcü var. 20 milyon Erməni var Türkiyədə. Hamısı Türkləşir. Siz xoruz idiniz, sual verirəm. Deməli, görün, bu Erməni, Yunan, Gürcüdür, nə bilim, o biri millətlər. Deyirlər, biz xoruz olmuşuq, analarımız da fahişə olur. Ona görə bizi Türkləşdiriblər. Gülün. Türklərə deyirəm, o gedib o fahişələrlə yatma, Erməni fahişəsi ilə, Gürcü fahişəsi ilə, Yunan fahişəsi ilə yatma. Ay kişi, görürsən? Ondan oğul olur, onun oğlu sənə deyir ki, Türkiyədə Türk yoxdur. Burada Gürcülər yaşayır, Erməni ilə, hamısı Türkləşib. Yəni, hamı petuqdur, deməli. Və fahişədən olandılar. Bunu Gürcü deyir, bunu Yunan deyir, bunu Erməni deyir, Farsı deyir, Ərəbi deyir. Deyir, yəni bizim analarımız gedib Türklə yatırmış, fahişəlik edilmiş. İndi biz doğulmuşuq, biz də petuquq. Gətirib bizi Türkləşdiriblər. Külp sizin başınıza. Allah. Türklər də ayılın, görün, onların o törəmələri, Erməni, Yunan türə deyir ki, Türk yoxdur. Sizi məhv edirlər. Yadınızdan qalsın. Kim yatırsa başqa millətlə, o millət sənin başını kəsəcək sonra. Ağlınızı yığın başınıza.